Salam, hamınızı xoş gördük. Bugün mətbəximdə sobada küftə hazırlayıram. Çox dadlı bir soba yeməyidir. Sobada lülə də adlandırırlar bunu. Bizə nə lazımdır? 350-400 qram çəkilmiş ət lazımdır. Ətə soğan və quyruq qatıb mütləq axşamdan hazırlamaq lazımdır. Bol duz istiot qatılır, yəni ət bir növ bastırma olmalıdır. Əgər vaxtınız yoxdursa axşamdan bunu hazırlamağa, heç olmasa 4-5 saat bu ət qarışdırılıb soyuducuda saxlanmalıdır. Və 4 ədəd bizə kartof lazımdır. Kartofu belə uzun sov samanvari doğramışam. Bir baş soğan lazımdır və həmin bu küftələrin üzərinə əlavə eləmək üçün bizə sos lazımdır. Sousa nə daxildir? 1 xörək qaşığı tomat pastası, yarım xörək qaşığı acı qırmızı biber pastası, 1 çay qaşığı nanə, yarım çay qaşığı sarı kök, yarım çay qaşığı istiot və yarım çay qaşığı duz. Üzərinə 2-3 xörək qaşığı duru yağ əlavə edirik tomatın. Və duz istiotu, sarı kökü, nanəsini, hamısını qarışdırırıq və təqribən 2 xörək qaşığı da su əlavə edirik. Sos hazırlayırıq. Ətdən uzunsov lülələr hazırlayırıq. Və yaxud istədiyiniz kimi hazırlaya bilərsiniz. Yumru yastılaya da bilərsiniz. Küftələri qaba düzdükdən sonra üzərinə soğan əlavə edirik. Sousu doğranmış kartofun üzərinə əlavə edib qarışdırırıq. Və kartoflu qarışığı küftənin üzərinə əlavə edirik. 200 dərəcə qızdırılmış sobada bişiririk. Artıq yeməyimiz hazırdır. 40-45 dəqiqəyə hazır olur. Üzərinə sobadan götürdükdən sonra zövqə görə göyərti səpə bilərsiniz. Mən keşniş doğrayıb əlavə edirəm. Çox dadlı bir yeməkdir. Uşaqların da çox sevə biləcəyi bir yeməkdir. Yəni həm küftəsi var, həm də kartof uşaqların sevdiyi kimi qızarır içərisində. Müxtəlif tərəvəz salatları ilə süfrəyə verə bilərsiniz. Çox dadlıdır, ətri də çox gözəldir. Küftəsi də çox yaxşı bişib. Hazırlayan hər kəsə nuş olsun, ruziniz bol bərəkətli olsun. Videonu bəyəndinizsə like edin, kanalı izləməyi unutmayın. Sağ olun.